Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şad. Salam 102 Xəbər Inform TV sosial şəbəkə izləyiciləri. Biz hal-hazırda Şirvanşəhər şəhidi polkovnik leytenant Hüseynov Rəşad Rəhimoğlu'nun evindəyik. Həyata o qədər dəyər verdilər ki, başqalarının xoşbəxt yaşaması üçün canlarından keçdilər, yaşaması üçün. Şəhidlər həyatdan bezməyiblər. Şəhidlər o qədər həyatı dəyərləndirib ki, özləri həyatın daha keyfiyyətli mərhələsinə qədəm qoyub şəhadətlə və başqalarına da keyfiyyətli həyat bəxş ediblər. Deməli, şəhidin mövzusu ölüm deyil, həyatdır. Şəhidlər insanları sevən adamlardır. Ona görə də ölmək əvəzinə şəhid. Bəli, hörmətli izləyicilər, bugün biz gördüyünüz kimi cənab polkovnik leytenant Rəşad Rəhimoğlu Hüseynovun mövlud günündə iştirak elədik. Onu da qeyd edək ki, qısaca sizə məlumat verim ki, antiterror tədbirləri zamanı şəhid Hüseynov Rəşad Rəhimoğlu şəhidlik zirvəsinə ucalmış cəsur silahdaşlarımızdan biridir. O, polkovnik leytenant 80-ci il martın 10-da Əli Bayramlı, indiki Şirvan şəhərində anadan oldu. Rəhim Hüseynovun və Ceyran Hüseynovanın boya başa çatdırdıkları və tərbiyə etdikləri 3 övladdan biri Rəşad eyni zamanda ailənin ilki idi. Rəşad 1986-1995-ci illərdə Şirvan şəhərindəki 21 saylı tam orta məktəbdə 8-ci sinifə dək təhsil alır. Hələ uşaq yaşlarından idmana və hərbi xidmətə böyük marağı olduğundan 1995-1998-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. Bugünkü çəkiliş qrupumuz Şirvan şəhərindədir. Bugün biz şəhid leytenant, polkovnik leytenant Rəşad Hüseynovun evindəyik. Hal-hazırda Rəşad qardaşımızın atası, anası bizim yanımızda əyləşib. Qardaşımızın atasına sual vermək istəyirəm. Bizə Rəşad haqqında, qardaşımız haqqında sizcə nə deyə bilərsiniz? Əvvəla sizə salamlayıram, xoş gəlmişsiniz. Allah sizdən razı olsun ki, belə şəhidlərimizi çəkib paylaşırsınız. Çox sağ olun, Allah köməyiniz olsun. Rəşad uşaq vaxtından bu forma həvəskar idi. Deyirdi, mən də böyüyəndə əskər olacam. Gedib düşmənlərimizin, öz şəhidlərimizin xaykını düşməndən alacam. Elə oldu ki, 8-ci sinif qutarandan sonra hökm elədi ki, mən gedirəm dedi. Ali yada Naxçıvanskiyə. Əvvəl getdilər Naxçıvanskiyə çağırdılar, Naxçıvanskiyə girdi. Naxçıvanskiyə girəndən sonra onu balaca ortancıl qardaşım da həvəsləndi, onun formasını giydi. Dedi, mən də qardaşımla gedib hərbiçi olacam. Elə oldu ki, elə ikisi də getdi, girdi Naxçıvanskiyə. Naxçıvanskiyadan qutarandan sonra girdilər Ali məktəbə. Heydər Əliyev adına akademiyaya girdilər, oraları bitirdilər ikisi də. Ortancıl oğlum Naxçıvandan mayor rütbəsi ilə pensiya çıxıb. Rəşadımız da lokal antiterrorda həlak oldu, şəhid oldu. Çox gözəl uşaq olub, çox mehriban uşaq olub. 2 gün 6-cı qadına gün gəlirdi, biz evdə tapılmırdı. Bütün qohumları, çox qohum canlı idi. Bütün qohumları gedib gəzirdi ki, yox, mən gedib qohumlar. Axırda gəlib bizlə görüşüb gedirdi, evdə biz çay da içdik ki, bütün qohumları görüyorum ondan sonra. Şəhərlikdən də 2 ay qabaq Şuşaya gedibmişdi. O formada olan şəkli, papaqlı şəkli çəkilmişdi.
gətirib yoldaşına vermişdi ki, bunu mənim məzardaşıma vurarsınız, başdaşıma. Və evdə demişlər, nə danışırsan, deyirsə, deyirəm, bu şəkili saxla ol, mənim də başdaşıma vurarsan. Və elə olur, 2 aydan sonra bizim bacanaq rəhmətə getmişdi. Orada da uşaqlara hamısına deyirdi ki, və bizim bütün nəsildə şəhid var, bizim nəsildə şəhid yoxdur. Ondan sonra gedib, o sözdən sonra gedib şəkil çəkdirib gətirib yoldaşına vermişdi ki, mənim şəklimi başdaşıma, məzardaşıma vurarsınız. Elə oldu ki, o antiferror əməliyyatında 3 günlük zatda rəhmətə getdi, sentyabrda 23-də. Raport vermişdi ki, pensiya çıxacam. Elə oldu ki, söz vermişlər ki, dekabrda 3 aydan sonra, sentyabrdan sonra 3 aydan sonra bıraxacaq sizi, gedərsən pensiya. Elə oldu ki, talihi elə gətirdi ki, arzusuna çatdı deyə bilərəm ki, şəhid oldu. Belə çox mehriban, çox gözəl uşaq, çox yaxşı uşaq idi. Rəşadın uşaqlıq xatirələri haqqında bizə qısaca nə deyə bilərsən? Uşaq vaxtında necə uşaq olur Rəşad? Rəşad uşaq vaxtı belə balaca vaxtından idmana gedib idmançı olub. Naxçıvan Skada Akademiyada da orada güləş üzrə gedirdi məşqlərə. Orada bütün yerlər tutmuşdu, həmişə birinci yeri qazanmışdı. Güləşçi idi özü həm də. Uşaq vaxtıdakı bütün dost tanışı hamısı o binada yaşayırdıq. 3 ildir bura köçmüşük. O binada uşaqları həmişə yığırdı başına, məşq eləyirdi, özü ilə aparırdı məşqə ki, küçədə boş-boş gəzməyəyin də, gedən məşq eləyəyin. O uşaqlığı da çox gözəl keçir, mehriban keçir. Bütün qonşular andışırdı bizim uşaqlara. Bunlar çox mehriban uşaqlılar. Lap kiçik qardaşı da getdi əskərliyə Qubada oxudu, gəldi Maxiliyi oxudu. Maxı deyirlər, nə deyirlər? Müddətdən artıq gəldi Acqabulda daxili qoşunlarda oxudu. Gizirliyi oxudu. Biraz işlədi, qardaşları qoymadı ki, bəs işimiz də hərbidə olacaq. Başımıza bir iş gələndə evdə bizə bir xəbər verən olsun. Ona kiçik qardaşların qoymadılar işləməyə ki, sən evdə ol heç olmasa. Bir oldu ki, 2023'də antiterrorda şəhid oldu. Nə deyək bunun haqqında? Çox gözəl bir mehriban uşaq idi. Ailə canlı idi. 2 dənə qız evladı var. O qızlar çox sevirdi, qızlar çox sevirdi. Həyat bir oldu ki, yarımçıq qaldı. Uşaqların həyatını yarımçıq qoyub getdi. Düzdür, ən uzaq zirvəyə yüksəldi. Amma yenə balaları qanadsız quş kimi, qanadı qırıq bir quş kimi qaldılar. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən həmişə deyirəm ki, o qazilərimiz canlı şahidlərdir. Canlı şahidlərdir. Ona görə ki, o qazilər olmasaydı, bizim belə şəhidlərimiz qalardı düşmən torpağında, götürüb aparardılar. O qazilər bunları oradan çıxardıb gətirən uşaqlardı, hamısı öz qanundan keçən şəhidlik. Onlara qismət olmayıb şəhidlik ona görə ki, bu bizim şəhidləri oradan düşmən torpağından götürə bilsinlər, çıxarda bilsinlər. Sağ olsun bizim bu şəhidlərimizə Allah rəhmət eləsin ki, bizim yerə düşən papağımızı qaldırıb başımıza qoydular. Allah onlardan hamısından razı olsun, Allah canınızı sağ eləsin. Siz də sağ olun ki, gəlmişsiniz, şəhidləri çəkirsiniz və bütün millətə bizi işıqlandırırsınız, hamısı göstərir. Allah hamımızdan razı olsun, Allah köməyiniz olsun. Çox sağ olun. Bir dənə söz deyim ki, biz çox devlətimizdən, hökumətimizdən, bütün qurumlardan heç bir şey istəmirik. Heç bir arzumuz yoxdur. Bir arzumuz var ki, 3 dənə bağışlayan oğlum var. 3'ü də demək olar ki, hərbiçi olur. Bir dənə o 21 nömrəli şəhərdə, Şirvan şəhərində 21 sayılı orta məktəb var. 4 dənə məktəb var, bir də bunlar oxuyan məktəb 21 sayılı. Bizim bir dənə arzumuz var ki, o məktəbin adını bizim şəhidimizə versinlər. 3 qardaş, 3'ü də o məktəbi oxuyub, o məktəb tutar. Arzumuz bir dənə oldu devlətimizdən ki, bizim şəhidimizin adını 21 sayılı orta məktəbə versinlər. Başqa heç bir arzumuz yoxdur. Çox sağ olun, Allah razı olsun. Qısa siz nə deyə bilərsiniz bir cümləlik? Rəşadın uşaqlığı haqqında, Rəşad necə evlad olub sizə? Bir cümlə, qısa yadınızda qalan ən son xatirəsi nə olub?
Bilirəm sizin çətindir. Çox yaxşı evlad olub. Çox yaxşı qardaş olub. Danışa bilmirəm, onun şəhətlərini danışa bilmirəm. Bu mənim hər şeyim olub. Allah səbir versin ona. Siz əksinə başınızı dik tutun. Siz fəxrləməlisiniz ki, belə evlad yetişdirmişsiniz. Allah səbir versin sizə. Allah 12 dənə körpə gül balasını saxlasın. Allah onları sizin gözünüzdə çıraq eləsin. Allah sizə də ömür versin ki, o uşaqları bir yana çıxardasınız. Allahın köməyi ilə. Şükür ki, evladları var. 6 il sonra çox istəyirdi ki, o evlad canlıydı. Çox istəyirdi. Artık ben onları boynu bıraksam. Bugün bir Şirvan şəhərində çəkilişdik. Polkovnik Leytenant Rəşad Hüseynovun evindəyik. Ailələrlə tanış olduq. Bizimlə Şirvan şəhər Qarabağ Qazilərinin Qayğı İctimai Birliyinin sədri Akşin müəllim də bizimlədir. Akşin müəllim də 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Akşin müəllim, biz Qarabağ qaziləriyiz. Siz də daxil olmaqla deməli vətəni, torpağı biz qoruduq. Bəli, bu deməli 2-ci Qarabağ müharibəsində deməli şəhidlərimiz hamısı ali, yüksək bir pilləyə qalxdılar. Şəhidlik zirvəsini aldılar. Siz də bir döyüşçü kimi bu arada nə deyə bilərsiniz? Mən Abdullayev Akşin Aydınoğlu, bir Qarabağda canım qoyan bütün qardaşlara, şəhidlərimizə mən nə deyə bilərəm? Bizim şəhidlərimiz bizim baş tacımızdır həqiqətən. Bizim 1-ci Qarabağ, 2-ci Qarabağ fərq eləmə, şəhidimiz unutmaq olmaz onları. Şəhidləri, Allah şəhid analara, atalara can sağlığı versin. Allah böyük səbir versin. Böyük səbir versin. Mən deyərdim ki, analar deyə, anamız burada danışa bilmir. Yəni, sıraz ağlayır. Atamız da həmçinin. Allah ömür versin sizə. O dərəcədə fikirdə olurlar ki, balniçadan təzə çıxıblar. Hələ ikisi də balniçaya düşmüşlər, yəni balniçadan təzə çıxıblar. Sonra ona görürsən ki, nə qədər yanlarına adam deyəsə, qonaq gəlsə, nə qədər başları qarışsa, sonra bunu mümkündür. Bala dərdir, bala dərdir. Allah şəhidlərimizin ruhunu şad eləsin. Valideynlərinə böyük səbir versin, can sağlığı versin. Amin. Bütün qazilərimizə, bütün Qarabağda canım qoyan qardaşlarımızın da hamısına Allah can sağlığı versin. Allah şəfalar versin. Biz də onun içində. Çox sağ olun ki, biz həmişə görürük ki, şəhid ailələrindən həmişə təmaslasınız, bunlarla əlaqə saxlayırsınız, Qarabağ qazilərinə köməkli edirsiniz. Bu arada nə deyirsiniz? Bizim borcumuzdur. Qarabağda, sən özün də elə Qarabağda canını qoymusan, qazisən, qardaşım. Bizim o təmiz döyüş görən qardaşlar, döyüşdə canını qoyanlar, həm şəhidlərimizin qədrini bilməlidir, həm qazilərimizin döyüşdə olan qardaşların qədrini bilməlidir, həm şəhid ailələrin, onun balalarını, yaxınlarına kimi. Prezidentimiz necə deyir? Şəhidlərimizin, qazilərimizin nəinki özlərini, daha ki, yaxınlarına kimi yanlarında olmaq lazım, kömək eləmək lazım. Allah prezidentimizi qorusun, ailəsini qorusun. Allah can sağlığı versin, Azərbaycanın üstünə əşki olmasın. Amin. Çox sağ olun. Yusuf Xəbər Inform TV-nin baş direktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informatorlar İlahi Salih qızı və İlhan Hüseynoğlu. Şirvan.